Yeni post paylaşmışdım gəlin və baldız haqqında. Nə qədər rəylər yazıldı. Baldızlar yazdı ki, nə olacaq ki, ora bizim atamızın evidir və istədiyimiz vaxtda gəlib ad günümüzü keçirə bilərik. Gəlinlər də yazdı ki, öz ad günü varsa getsin öz evində keçirsin. Bizdə gəlib niyə keçirir? Mənim danışdıqlarım bir hekayə olsa da, baxdım yorumlara və həqiqətən də belə real həyatda da bunlar yaşanır. Mən bunun şahidi oldum. Və rəydə olanları sizə səsləndirmək istəyirəm. Bir baldız yazdı ki, gəlin ümumən kimdir ki, mənə qarışır. Mən istəyirəmsə ata evimə gəlməyə, gəlib ad günümdə keçirə bilərəm. O kimdir ki, əti dırnaqdan ayırmaq olmaz. Mənim qardaşımla bizim aramızda heç kəs girə bilməz. Yarısı da gəlinlər də yazdı ki, belə bir şeylər çox olub. Baldızım qızı gəlib bizim evdə nişan eləyiblər və bütün hər yeri töküblər. Gedəndə də heç birini yığışdırmayıblar. Ayaqqabı ilə evə giriblər. Hər yeri batıq olub və mən bunları güclə bala təmizləmişəm. Gedəndə də hətta gətirdikləri xonçalardan, şirniyyatlardan heç birini mənim övladıma verməyiblər. Və deyir söylədilər ki, sən gəlinsən, sən də bunu eləməlisən. Və bir çoxları da yazdı ki, mən baldızam və gəlinim məndən, mənim qızım yaşda olsa belə mən ondan sizlə müraciət edirəm. Və mənim fikrimcə də əgər gəlin bir evə düşürsə, ona işçi gözü ilə deyil də, evin sahibəsi kimi baxsalar daha doğru olar. Çünki heç bir yerdə yazılmayıb ki, gəlin gəlirsə deməli hər işi o görməlidir. Hətta evdə kiçik, ondan kiçik baldızı da olsa, yaşca balaca baldızı da olsa, onun işlərini də gəlin görməlidir. Elə bir dünya heç vaxt heç bir yerdə yazılmayıb, elə bir şey də yoxdur. Əgər gəlinin işi varsa, baldız kömək eləməlidir. Baldızın işi varsa, gəlin kömək olmalıdır. Bir-birlərinə hörmətlə yanaşmalıdırlar mənim fikrimcə.